Salam uşaqlar, necəsiz? Bugün sizə Free Proxy serverinə necə girir onu öyrədəcəm. Birinci Free Globalı yükləyirik. Bunların linkini hamısı video altına qoyacağam. Bunu yüklədikdən sonra məndə yüklüdür, bir dəfə də yükləyirəm. Sonra çıxırıq, bu ikincisini yüklüyürük. Bu Astro Medata. Bunu yüklədikdən sonra gözləyirik. Yüklədikdən sonra mən geri gələcəm. Uşaqlar yüklədikdən sonra Zatsiverə gəlirik. Və uşaqlar buradan tüm dosyaları yönetiminə erişimi sağlayın. Buna basırıq və çıxırıq. İzin ver. İzin verdikdən sonra Dovlanda basırıq. Dovlandan burada Free Global App bunu indiririk. Paket yükləyəcək. Bunu yüklüyürük. Aylardan izin ver. Ay gözün. Uşaqlar bunu eləmək üçün birinci öz telefonumuzdakı Free Global App profili silmək lazımdır. Buradan Free Global App bunu açırıq. Və öz hesabımızda yükləməyi tövsiyə edirəm, çünki ban verə bilər. Ona görə biz misafir hesabını eləyəcəyik. Və aç. Buradan özümüzə bir hesab atacağıq və hesabın idisini götürəcəyik. Girəndə kayıt başlanacaq. Uşaqlar, indi mənim misafir hesabımın yediyinə görə buradan Google'a giriş edəcəm. Ondan sonra oyuna giririk. Və oyuna girəcəm. Oyuna girəndən sonra hesabımızda izini götürürük. Gözləyin. İdini götürəndən sonra oyundan çıxırıq. Burada xaçar almalıyıq, biyomumuza yapışdıracaq. Burada xaçarın yapışdırma linki də var. Bəli uşaqlar, indi buradan giririk, xaçarı alırıq. Bura girdik. Burada öz olması Discord'umuz lazımdır. Buna basırıq. Bundan sonra 1 saatlıq xaçar alırıq. Böyle idimizi yapışdırırıq. Buradan keçirik. Burada hər 5 saniyədən bir keçəcəyik. Reklamımızı. Bunu yüz edəcək və burada bizə xaçar verməlidir. Kod. Bunu da edirik. Qaldı. Gözləyəndən sonra burada bizə xaçar verir və biz bunu kopyalayırıq. Kopyaladıkdan sonra WhatsApp nədir? Free'yə giririk və öz biyomumuza yapışdırırıq. Öz biyomumuza yapışdırırıq. Bu ən çox önəmlidir. Və sonra Zatsiver proqramına giririk. Buradan bunu açacağıq. Buraya çıxarta basacağıq. Bu değişdi. Burada Free Medata olacaq. Ay, baga girdi. Buna bir düzəldim gəldim. Buraya gələndən sonra bunu kopyalayırıq və buradan buna dolan basıb cihaz hafızası, Android, data. Dataya basdıqdan sonra profilə basırıq. Files və ilk 2 çırpı var, ona basırıq. Medata Global Medata'nın üstünə basırıq. Yox, kopyalaya basırıq və tüm dosyalar dəyişir. Dəyişdirə basdıqdan sonra hazırdır. İndi profilə giririk. Buradan yeniləyirik və profilə indi giririk və olmalıdır. Biraz gec açacaq o əşyalar profil, amma birincidən gələcək. Kasaya biraz girməyəcək, çünki internetdə biraz düzgün olmaq lazımdır. Baxın, girməyəcək burada biraz. Bəlkə sizə ağ bağlantı kartı da verə bilər. Mən də biraz burada gözləyəcək falan və girdim. Baxın, 111 elmas, 9900 pul, 49 təbii. Gözləyirük,
göz atabilir. Göz atabilir biraz. Ama hile oldu. Biraz açık gözler. Biraz açık gözler. Gözler ama sadece internetimiz yüzde olması lazım. Sadece internetimizin yüzde olması lazım. Biraz gözlerinden sonra cilete çok sağ olun. Videoyu beğenip kanala abone olmayı unutmayın.